elə mehriban dolanırdıq ki. Bir gün axşam kişi işdən gəldi evə. Yedik, içdik, yıxıldıq, yatdıq. Səhər durub, ərmin əvəzini nə görsəm yaxşıdır. Görürəm onun skeleti. Əvvəl qorxdum. Mən elə məktəbdə oxuyanda skeletdən qorxurdum da. İndi də kişi bir gecəyə skeletə dönmüşdü. Allaha and olsun, bu işdə mənim heç bir günahım yoxdur. Ağladım, öldürdüm özümü. Bir sinəmə döydüm, bir dizmə döydüm. Bir sinəmə döydüm, bir dizmə döydüm. Əlimi apardım saçıma. Bir yondum, iki yondum. Birdən gördüm, skeletin əlində bir parça kağız. Dedim, 1000% vəsiyyətnamədir. Ay Allah rəhmət eləsin kişi sənə. Qaçdım, qorxa-qorxa götürdüm. Açdım, oxudum. Cəmaatın əri öləndə arvadına ev eşiyi qoyub gedər. Var dövlət qoyub gedər. Ağıllı adam qırqızıl qoyub gedər. Mənimki nə qoydu mənim üçün? Skelet. Gör nə yazıb. Gedən ruhumdur, cismim sənəndir. Ay sən cismimim. Qurban olaram ay kişi. Ay bacılar, niyə necəydim? Bir gün belə, 2 gün belə. Axır öyrəşdim də bu skeletərə. İndi bir gündə olsun skeletsiz yata bilmirəm. Hərdən bir axşamlar skeletlə söhbət deyirik. Keyf günlərimiz başladı, nə başladı? Hər gün kişini giyindirirdim, keçindirirdim, otuzdururdum stolun yuxarı başında. Gətirdim qabağına qoyurdum, yeməyini, içməyini, özüm də oturdum oyuna, yiyirdim, içirdim. Onu da payını yiyirdim. Gör, kişi olan bəndə heç səsini çıxardırdı. Ay tövbə, elə belə gözəl günlər birində səhər oturub zatdırıb eləmək istəyirdi ki, eşidirəm qapı zəngi. Fikirləşdim, görəm bu səhər vaxtı hansı qonşu ola bilər? Qeyb baxıram qapının zvanokuna. Görəm qaynanam. Arvad çoxdandır bizə gəlmirdi. Arvadı gördüm, hər şey yadından çıxdı. Açdım qapını, buraxdım bunu içəri. O özündən öpdüm, bu özündən öpdüm. Dedim, qaynana necəsən dedək? Gəlin. Oğlum komandirovkaya gedib. Qonşulardan eşidirəm. Bəs mənə nə üçün xəbər verməmsiniz? Dedim bunu sənə hansı dili qurmuş qonşu deyib? Oğlun içəridə oturub çay içir. Kim içəri sənin üçün də bir stakan gətirib, soğuqdan gəlmişsən. Arvadı ötürdüm içəri, özüm keçdim mətbəxə. Arvadı gördüm, hər şey yadından çıxdı. Skelet. Elə bildim, otaqda şifaner gəldi yerə. Əlimdə çay cundum otağa. Açdım otağın qapısını, gördüm arvad tir-tab uzanıb yerə. İsti çayı soğuq səviyyəsinə çilədim bunun üzünə. Arvad vız qalxdı yerindən. Dedi, az gəlin. Bu nə də az? Oğlumu nə günə qoymusan? Az. Mən sənə gül kimi uşaq vermişdim. Bu nədir bundan qalan quru sürsümü? Dedim, diyan. Ətini yesəm də, sümüyünü küçüyə atmamışam ki. Cəmaat ətli canlı kişilərini atırlar bayra. Mənə nə olub? Çox sağ olumdur. Gördüm arvadı. Başa düşən adamdır. Elə oturduq, yedik, içdik. Arvadı yola salırdım, çıxım balkona, bir əl eləyim ona. Baxıram, qonşular. Hər özləri ilə. Biri nərdə oynayır, biri qəzət oxuyur, biri hava qəbul eləyir. Mənə fikir verən yoxdur. Dedim, mənim ərim yoxdur bəyəm, bu saat. Girdim içəri, ərimin ən yaxşı kostyumlarından birini gindirdim. Kalskını vurdum boynuna, şlyapasını taxdım başına. Çıxdım balkona. Gördüm, yox, yenə fikir verən yoxdur. Dedim, bu saat. Ay sabahın xeyir olsun, ay qonşu. Tir-tab uzandı yerə. Hazır. Necəsən ay qonşu? Bunun ağzı burnu nöşəldi, ira olsun. Sözüm ağzımda qaldı. Paxıllıqdan, abala paxıllıqdan kimin beləri var? Yaraşıqdır maşallah. Hələ o günlərim bizi demək toya dəvət ediblər. Toyun sakit yerində. Saat 9 tamamda. Tamada sağlıq deyirdi qəzəl. Girdim
gözlərimdən içəri. Ay Allah mübarək eləsin. Kiçik toy qismət olmayıb, böyük toyla gəlmişik, belə xoşbəxt olsun. Bizi görən kimi tamada qarın ağrısına düşdü. Müğənninin səsi batdı. Qonaqlar stolun altına girdilər. Beydə nə vaxt tir-tap uzandı stolun üstünə heç xəbərimiz olmadı. Bir dəqiqə gəldi, canı yanmış. Cumdu üstümə, əlimi belə aşağıdan yuxarıya süzdü. Mənə deyir ki, ay, az bu necə skeletə döndərmisən? Az bu reseptini ver də mənə. Dedim, Diyan, sən üçün hələ tezdir. Sən indi ətli canlı kişi lazımdır. O gündən dəvətlərimiz başladı, nə başladı? İndi bax, bir dənə müğənni, bir dənə, nə bilim, şair, aktyor, yazıcı, dramaturg, daha nə bilim kimlər prezentasiyalarını bizsiz keçirmirlər. Hələ tüm bu universitetin tələbələri Hipokratın əvəzində mənim ərimi skletlə and içirlər. Hələ o gün bizi bir reklam çarxına dəvət ediblər, deməli, kişilərə müraciət. Adı da belədir, kim arvadını incitsə, skeletə dönəcək. Ay bacılar, day dəvətlərdən demirəm, jurnalistlər, day zəng eləyirlər, oyun oturmuşam evdə, biri zəng eləyib, götürmüşəm telefonu, deyirəm, alo, deyir, alo, salam aleyküm, ərbi olar telefona, deyirəm, az dəlisən, az mənim ərimin vaxtı var bəyəm, deyir, qısqanırsan, dedim, kül elə sənə başıva, sənə neyi bu qısqancam, qoydum yerə trubqanı, birdən zəng çaldı, götürmüşəm, istəyirdi, görəm, Fransa moda evlərinin biri ərimin skeletinə $10.000 pul verir. Ət üstündə olanda bir köpək olmalı, bir köpəyi də verirdi. İndi quru sirsimiyyə, $10.000. Dedim gözlüyüm, bir-iki günə cavab deyərəm, qoydum trubqanı yerə. Fikirləşdim ki, sabah bəlkə bir başqası çıxdı, 20.000 verdi. Sabah bir başqası çıxıb 50.000 verəcək, bəlkə o birisi 100.000 verdi. Elə bu xoş minvalla axşam yıxıldım, yatdım. Səhər durub ərimin əvəzinə nə görsəm yaxşıdır. Görürəm, ətli canlı kişi uzanıb yerində, xoruldayır. Dedim kişi, oyatdım, deyirəm, qayıtdın. Deyir, bəs mən gedəndə yazıb qoymamışdım ki, ya, gedən ruhumdur, cismim sənəndir, nə oldu, peşmansan? Dedim, ay tövbə, peşman niyə oluram? Cismə qurban olum, ay kişi. Amma öz aramızda iki şeyə hevslənirəm. Bir $10.000 çıxdı əlimdən. Bir də şəhərdə gül kimi kıyıçqan var deyə. De, skeletin arvadı gəlir.